Salam dəyərli izləyicilər. Sualımıza gedirik ki, müəllim tədris prosesində yeni mövzunu izah etsə də şagirdlərə biliklərin möhkəmləndirilməsi ilə bağlı heç bir tapşırıq vermir. Yəni burada deyir ki, yeni mövzunu izah edir, lakin biliklərin möhkəmləndirilməsi üçün, yəni refleksiya aparmır, həmçinin şagirdlərin dərsi necə mənimsədiklərini yoxlamır. Müəllim daha çox dərs prosesini özü danışır və şagirdlərin maraqlarını nəzərə almır. Yəni burada ancaq şagirdlərə çox da yer vermir və şagirdlərin nəyi bildiklərini aşkara çıxartmır. Burada deyir ki, verilən situasiya ilə bağlı doğru fikirləri müəyyən edin. Müəllim şagirdlərin maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələbi pozmuş olur. Bəli, burada şagirdin marağı da, şagirdin yəni biliyi üzə çıxmalıdır, onun fikirləri nəzərə alınmalıdır. Ona görə də burada yəni biri doğru cavab kimi götürmək olar. Müəllim mədəni davranış etik prinsiplərini əməl etməlidir. Burada mədəni davranışın hər hansı bir prinsiplərini pozmur müəllim. Yəni bunu götürmək olmaz. Burada hər hansı bir davranış pozuntusunu nümayiş elətdirmir. Müəllim vicdanlı davranış etik prinsipini əməl etmədi. Bəli. Burada vicdanlı, yəni şagirdə yəni nəsə onun bir mövzunu öyrənib öyrənmədiyini yəni bunu artıq müəyyən etmədiyinə görə müəllim vicdanlı davranış etik prinsiplərini əməl etmir. Ona görə də 3 doğrudur. Müəllim keyfiyyətli təhsil vermə hüququndan düzgün istifadə etmir. Burada düzdür, keyfiyyətli təlim hüququndan istifadə etmir. Burada əslində müəllim danışır, nəsə öyrətməyə çalışır. Lakin şagirddən, yəni şagirdlərin maraqlarına xidmət etmir. Ona görə də burada keyfiyyətli təhsil vermə hüququndan istifadə etmir. Yanlışdır. Burada uyğun cavabımız 1, 3, B variantı olacaqdır.